Bugünkü izahımız ABC Akademi 44 sınavdan birinci bölmə Histologiya, Biokimya, Çoxalma, Ontogenez sınaq nömrə 6-nın izahı olacaq. Vaxt itirmədən gəlin başlayaq. Belə şəkilli suallardan imtahanımızda görə bilərik. Birinci şəkildə sualda bizə deyir ki, A orqanoidi B və C orqanoidindən fərqli olaraq. Yəni biz A orqanoidində elə bir şey götürməliyik ki, A-da olsun, B və C-də olmasın. A ribosomdur. B plastid, C-də olacaqdır Golgi. Deməli, RNT-yə malikdir. Burada B RNT-yə də, DNT-yə də, yəni plastidin RNT-si də var, DNT-si də var. A ribosomdur. Ribosomun özü ribosom DNT-sindən təşkil olunub, amma içərisində RNT var demək düzgün deyil. Ona görə B-in birincini götürmürük. Üzvü maddənin sintez edilməsi. Burada gördüyünüz 3 orqanoidin üçündə də üzvü maddələrin sintezi gedir. Ona görə bunu götürə bilmərəm. Bütün aləmlərə aid olan canlı hüceyrələrində olur. Ribosom qədim orqanoiddir və bütün 4 aləmin 4-ündə də rast gəlinə bilər. Ona görə 3-ü götürürəm. Hüceyrənin bölünməsini təmin edir. Hüceyrədə biz bilirik ki, bölünmə vətərlərinin əmələ gəlməsi əsasən heyvan hüceyrələrində bir-birinə perpendikulyar olan hüceyrə mərkəzi tərəfindən həyata keçirilir. Amma bitkilərdə hüceyrə mərkəzi olmadığına görə vətər tellərinin əmələ gəlməsi bölünməni həyata keçirən Golgi olur. Ona görə bunu da götürmürəm. Membransızdır. Bəli, burada ribosomun 0 membranı, plastid 2, Golgi isə 1 membranlıdır. Ona görə 5-i də götürərəm. Cavab B variantı. Növbəti keçək ikinci sualımıza. Deyir, parçalanma mərhələsində yumurta hüceyrə tam bölünsə də blastomerlər müxtəlif ölçülü qalır, yəni qeyri-bərabər bölünür. Bu amfibilərdə, yəni suda qurda yaşayan qurbağalarda olur. Növbəti 3-cü və 4-cü məsələlərimiz bir-birinin eynisidir. Gəlin başlayaq. Deməli, deyir, 2 qat hidrogen rabitələrinin sayı 60-dır. Burada 2 qat hidrogen rabitələrinin sayının 60 olması o deməkdir ki, yəni 60 ədəd 2 qat rabitə var və bu 60 ədəd adenin 60 ədəd timin arasında olduğunu deyir və beləliklə 60 adenin 60 timin əldə etmiş oluruq. Bizə deyir ki, karbohidratları DNT molekulunda fosfat turşu və karbohidrat arasında olan rabitələrin sayı 918-dir. Deməli, belə bir şey edək bura. Biz bilirik ki, hər bir nükleotid azotlu əsas karbohidrat və orta fosfat turşu qalığından ibarətdir. Birini də çəkək. Bu zəncirin ön hissəsindən hidrogen rabitələrlə birləşir. Mənə bu hissə lazım deyil. Mən bilməliyəm ki, hər bir zəncirdə, yəni 2 zəncirlidir DNT. DNT-in bir zəncirində birinin fosfat turşu qalığı ilə digərinin karbohidratı arasında kovalent rabitə yaranaraq birinci zənciri yaradır. Və burada görürəm 2 nükleotid var, bir dənə rabitə var. Ümumi bu 2 zəncirli olduğuna görə bir zəncirdə N-1 qədər rabitə əmələ gəlir. Digər zəncirdə də N-1 dənə və ümumilikdə 2N-2 qədər zəncirdə rabitə olur. Və mən götürürəm 2N-2-ni bərabər edirəm nəyə? 918-ə. Buradan 2N bərabərdir 920, N də bərabər edir 460. Aldığım bu 460 DNT-nin molekulunda olan nükleotidlərin sayıdır. Mən 460-dan adenin və timinin sayı, yəni 120-ni çıxsam, alaram 340. Bu 340-ı da daha sonra sitozinlə guaninin sayı olduğuna görə 340-ı bölürəm 2-yə, alıram buradan 170. Məndən bu molekulda ümumi hidrogen rabitələrinin sayını istəyir. O zaman nə edirəm? Ümumi nükleotidlərin sayının üzərinə, yəni 460-ın üzərinə sitozinlə guaninin sayının hər hansısa birini gəlirəm. Bu da 630 verir. Cavab A variantı. Sonra 4-cü sualda da eyni məsələdir. Sadəcə sonda başqa fərqli bir şey istəyir. 4 rabitə əmələ gətirən nükleotidlərin maksimum sayı neçə olar? Biz bilirik ki, 4 dənə rabitə əmələ gətirənləri istəyirsə, sitozinlə guanin ya zəncirin əvvəlində ya da sonunda gələrsə,
4 rabitə əmələ gətirir. Onda zəncirin əvvəlində 2 dənə adenin, sitozin, sonunda da 2 dənə, cəmi 4 dənəsi. Sonra bir də adeninlə timin zəncirin ortasında gələrsə bizə 4 dənə rabitə verir. Bunun haqqında mən video izah çəkmişəm. Əgər bu hissəni başa düşmədisə 4 rabitə, 3 rabitə kanaldan, YouTube kanalından həmin videoya keçid edib izaha baxa bilərsiniz. Qısa bir izahdır. Deməli, adeninlə timin ortada olsun hamısı, yəni 120-sinin 120-si də ortada olsun ki, 4 dənə rabitə gətirsin. Bu zamanda toplayıram. Edəcəkdir cavabımız 124. Sonra növbəti 5-ci sualımıza baxaq. DNT molekulunda fosfat turşusu və karbohidratlar arasındakı rabitə 9-18 ədəddir. Bu molekulun uzunluğu neçə nanometrdir? Bayaqdan bunu tapdıq ki, burada neçə nükleotid var idi. Bütün məsələlər elə bunun üstündədir. 460 ədəd nükleotid var. Və biz də bilirik ki, bir nukleotidin uzunluğu 0,34 nanometrdir. Və mən də bilirəm ki, bu 460 dənə nükleotidin 460-ı bir cərgə üzrə düzülmür. Bunun sanki yarısıdır, ortadan qırılır. Çünki 2 dənə zəncirdir axı. Bu 2 nükleotid bu arada yerləşir. Ona görə də mən 460-ın yarısını götürəcəm. 230. 230-u da 0,134 nanometrə vurduqda 78,2-ni əldə etmiş olaram. İnsanın somatik hüceyrəsi mitoz bölünməsi zamanı sentromerlərə bitişik olan bölünmə vətərlərinin sayını bölünmədən əmələ gələn hüceyrədə olan xromosom sayına olan nisbətini tapın deyir. İlk öncə biz baxmalıyıq ki, kimdən söhbət gedir? İnsandan. İnsanda nə qədər xromosom var? 46 ədəd xromosom var. Mitoz söhbətidirsə, metafaz lövhəsi zamanı 46 dənə xromosom, baxın, tək yerləşir. İndi mən 5 ədədini çəkmişəm. Əsas odur başa düşək. Mitozda bir xromosoma aşağıdan və yuxarıdan 2 dənə vətər-tel birləşdiyini nəzərə alsaq, o zaman 46 dənə xromosoma ondan 2 dəfə artıq vətər-teli birləşir, yəni 92 dənə. Bu zamanda cavabımız olacaq nə? Birinci yerlərə baxın. Vətər tellərinin xromosomlara nisbətini istəyir. O zaman 92-nin 46 olar. Cavab B variantı. Sonra keçək 7-yə. Zülal molekulunun qeyri-radikal hissələrində olan oksigen atomu olan amin turşuların sayı 2, oksigen atomu olan amin turşuların sayından 63 ədəd çoxdur. Ümumiyyətlə, burada mən bir vərəq açmaq istəyirəm ki, buranı göstərim. Deməli, amin turşunun qeyri-radikal hissəsi deyəndə nəyi nəzərdə tutur? Biz bilirik ki, amin turşu NH2, CH, bu hissədən radikal COH hissəsidir. Qeyri-radikal hissə deyəndə buranı nəzərdə tutur. Qeyri-radikal hissədə əgər bizim zülal molekulumuz neynir? Yaranırsa, bütün demək olar ki, n dənə və yaxud da 5 dənə tutaq ki, amin turşu var. Bu amin turşular bir-birləri arasında peptid rabitə yaratdıqda bu OH-ını itirir. Ona görə qeyri-radikal hissədə bir dənəsi qalır. Amma sonuncu amin turşunun COH-na heç bir şey olmur. Bu tərəfdən hidrogen itir. Deməli, 5 dənə amin turşudan 4 dənəsi bir oksigenli qalacaq. Qeyri-radikal hissəsi. Bir dənəsi isə 2 oksigenli qalacaq. Bizə burada qeyd edir ki, 2 oksigen atomu olan amin turşunun sayından bu qədər çoxdur. Deməli, orada 64 ədəd amin turşu var imiş. Yəni, onun 63 əgər bir oksigenlidirsə, deməli, bir dənə də üstə gəlməliyəm ki, orada neçə dənə amin turşu var, onu tapıram. Deyir, bu zülal molekulunun kütləsi 6240 qram olarsa, radikalın ümumi kütləsini müəyyən edin. Biz bilirik ki, qeyri-radikal hissənin kütləsi nə qədər olar? Bunu hesablayaq. 74. Bu zaman 640-ı 74-ə vuraram. Ya da bu hissədə bizdən dəqiq kütləni istəyir.
Dəqiq kütlə dediyimiz nədir? Mən bilirəm ki, amin tuşunun radikal hissəsinin, sərbəst amin tuşunun radikal hissəsinin kütləsi 74-dür. Amma bu zülal sintezi zamanı sərbəst qalmadığına görə mən nə edəcəm? Bir dənə amin tuşu deyirəm ki, haşını itirir. Ona görə bir dənəsi olacaq 73. Bir dənəsi yalnız belə deyək də o haşını itirdiyinə görə mən nə edəcəm? 74-dən çıxmalıyam 17-yi, çünki o haşını itirib. Bu zaman kütlə 57 olacaq. Bir də hansı ki biri buna, biri buna getdi, yerdə ikisini çıxıram. Bu da verəcək mənə nə qədər? 62 dənə ortada qalan amin turşular isə onlar da 18-ini itirmiş olacaq. Çünki həm bu tərəfdən haşını, həm bu tərəfdən o haşını. Yəni bir suyun kütləsi qədər. O zaman da 62-ni vurmalıyam mən neçəyə? 74-dən 18-i çıxsam birinci, 74 çıxılsın 18. Bu zaman 56 qalacaq və mən üstünə gəlməliyəm 62 vuraq 56-nı. Bunu hesablayıram, yekunda cavabı yazacağam. Buradan mən ümumi hesablamadan alıram ki, 3602-dir radikal hissələrin kütləsi. Mən də obji zülalın kütləsindən, yəni 6240-dan çıxıram 6240-dan bu qiyməti 3602. Bu isə mənə verəcək 2638. Və cavabımız olacaq A variantı. Biraz uzun hesablamadır, diqqət tələb edir və ən çox da bu hissələri əgər başa düşmədinizsə, təbii ki göstərə bilmədim. Bu hissələri niyə belə yazdığımı başa düşmədinizsə, videonu yenidən geriyə qaytarıb bir də izaha qulaq asarsınız. Deməli, gələk 8-ə. Deyir, plastik və energetik mübadilə zamanı maddələrin kimyəvi çevrilməsi baş verir. Bu halda canlı maddənin hansı funksiyası özünü göstərir? Kimyəvi çevrilmələr baş verir, plastik və energetik mübadilə baş verirsə, bu oksidaşma reduksiya reaksiyalarıdır, deyə bilərik orada bu şəkildə. Neyrula mərhələsində nə baş verir? Neyrulada biz bilirik ki, artıq blastomerlər əmələ gəlib. Bunlar içə çökmə nəticəsində qastrullanı da keçir, neyrula başlayırsa, burada orqan və toxumalar inkişaf edir. Növbəti 10-cu sualımız deyir, eyni Rüşeyn vərəqindən əmələ gəlib. Burada biz artıq Rüşeyn vərəqələrini bilməliyik. Məsələn, dişin mina qatı ilə dərinin pi qatı fərqlidir. Dişin mina qatı ektodermadır, amma dərinin pi qatı endodermadır. Daha doğrusu endoderma deyil, mezodermadır. Ona görə bunu götürmürəm. Burada cavab qaraciyər və mədə-altı vəz olacaqdır B variantı. 1-dən 10-a qədər sualların izahını verdim. Digər sualların izahını da yaxın müddətdə yükləyəcəm.